Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı əməliyyat və istintaq tədbirləri nəticəsində narkotik cinayəti ilə bağlı 11 nəfər saxlanılıbdır. Onlar böyük miqdarda müxtəlif növ narkotik vasitələrin, psixotrop maddələrin, eləcə də marixuananın qanunsuz əldə edilməsi, saxlanılması və satışının təşviq ittihamı ilə məsuliyyətə cəlb olunublar. Törədilmiş cinayətə görə 20 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Polis əməkdaşları saxlanılan şəxslərin üzərində yaşadıkları evlərdə və avtomobillərində axtarış aparıblar. Həmçinin istintaq eksperimenti zamanı onların göstərdiyi yerlərdən satış üçün hazırlanmış xüsusilə böyük miqdarda narkotik maddələr maddi sübut kimi götürülübdür. Faktla bağlı istintaq aparılır. Tbilisi polisinin həyata keçirdiyi əməliyyat və istintaq tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş zıddı saxlanılıb. Onu ailə üzvünü hədələmək və məcbur etmək, həmçinin narkotik vasitə və odlu silahı qanunsuz əldə etmək və saxlamaq ittihamı irəli sürülüb. Cinayətə görə 6 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. İstintaqla müəyyən edilib ki, Zıddı adlı şəxs öz qadın tanışını 1992-ci il təvəllüdlü TC-ni təhqir edib, ona qarşı fiziki zorakılıq göstərib və həyatına qəsd etmək ilə hədələyibdir. Hüquq-mühafizə orqanlarının apardığı istintaq hərəkətləri nəticəsində Zıddını şübhəli şəxs qismində saxlayıblar. Polis onun üzərində, yaşadığı evdə və qarajında axtarış apararaq Alfa PFP adlı narkotik vasitə, odlu silah, əl qumbarası, daraq və 5 gülləni maddi sübut kimi götürüb. Faktla bağlı istintaq aparılır.